Diqqət! Növbəti oğurluq cəhdi, növbəti oğurluq mahnı. Bu dəfə təcavüz Sevda Yahyayevanın repertuarına oldu. O zaman mahnısının sorağı Türkmenistandan gəldi. Türkmenistanın ən məşhur mənlərindən biridir DJ Bega. İfa qəşənglik istəyib, yaxşı ifa eləyib. Aranjman sadəcə olaraq yaxşı xoşuma gəlmir. O zaman deyə gündəmə gələn Sevda bu olaydan məmnun olsa da mahnı müəllifi Haykü vardı. Pərviz məşhur türkmən müğənnisi DJ Begaya ismarıc yolladı. O icazəsi oxuduğuna görə o qanlar ödəməlidir. Həm də ki, musiqi dəyişikliyi eləyir. Mahnını sübut etməkdən ötürü mahnı şəraitnaməsi lazımdır ki, biz sübut eləyək ki, mahnı bizim mahnımızdır. Mən bu işi araşdırmağa başlayanda gördüm ki, Azərbaycanda bütün demək olar ki, bugünkü hit mahnıların heç bir şəraitnaməsi yoxdur. Əlbəttə ki, bizim özümüzü dəstəkləməyəndə özgələri götürüb mahnı oxuyacaqlar. Səhər də biz onlara sübut eləməyik. Benim yerimde baksam belki ama dözmesin ödümü de getirir ömürlük hiç gelmezdim. Benim yerimde olsam bir an bile dözmezdim özünü itirerdim ümidi itirerdim. Yaxşı ki, bizim mahnımızın klipi var və albüm var o zaman. Və biz onları inşallah sübut edəcəyik mahnımızı ki, mahnı bizim mahnımızdır. Sevda türkmən həmkarından qutarıb keçdi ingilis həmkarına. Yox, elə bilməyin ki, dünya şöhrətli Rihanna da onun mahnısını oxuyub. Sevda ilə Rihannanı bir araya gətirən mikrofonlarının eyni olmasıdır. Mənim mikrofonumun özəlliyi olacaq ki, bildiyimiz kimi dünya ulduzu Rihannanın mikrofonundan eyni ilə. Sadəcə olaraq Rihannada özü istədiyi kimi Bad Girl yazılıb. Amma məndə mənim öz adım yazılacaq, Sevda yazılacaq. Bu mikrofon, yəni mikrofonun hazırlanması İngiltərə firmasında yəni hazırlanır. O firmadan George Michael'ın, sonra Kylie Minogue'un və Rihanna kimi bir çox dünya ulduzlarının hazırladığı mikrofonların şirkətidir. Sevdanın nəinki mikrofonu, sağı, solu, hər tərəfi bahalı daş-qaşla, ləl-cəvahiratla bəzədiləcək. Sənsiz adlı yeni mahnıma klip fikirləşirik. Artıq demək olar ki, fikirləşmişik və Fuad Əlişov ssenarini yazıb. Sen varken sensiz oluram, sen yoksan sensiz oluram. Özəllikləri olacaq ki, Swarovski qaşlardan ibarət olacaq. Bütün fonda yazılan Sevda və yaxud da əyləşdiyim divan, studiyada oxuduğum naushnik, yəni onun bəzənməsi və bir də mikrofonum olacaq. Yaxşı, məşhur filmdə deyildiyi kimi hamama söz ola bilməz. Bəs hamamın pulunu kim verəcək? 2 ildə işləyirəm, bəs mən 2 ildə işlədiklərimi bir dənə klipsizcə çəkdirə bilmərəm. Yaşlarım arasında, şou proqramında, toylarda ən yüksək qonorar alanlardan biri mənəm. Yəni mən az qonorara gedib oxumuram. Mən ildə 5 dənə, 6 dənə klip çəkdirirəm. Bunu özünüz də bilirsiniz. 2007-ci ildə mənim o zaman klipim olub. 2008-də heç nəyim olub. Mənim qazandığım qonorarlar mənim öz işlərimi yavaş-yavaş eləməyə kömək eləyir. Mən gec-gec eləyirəm. Ona görə də istəyirəm ki, gec-gec də olsa tamaşaçıların zövqünü oxşamağa çalışım. Sevda asta gedən çox gedər deyib daha bir açıqlama verdi. Yahyayeva duet oxumağa da tədarük görür. Mənə təklif olundu və mən fikirləşdim ki, bizdə alınlar yoxsa yox.
çox götür-qoy elədi. Mən dərhal qərar verməyi xoşlamıram. Duetim olacaq Zamiqlə. Studiyada elə belə Çernoboy oxuduq o mahnını. Pis alınmadı və Zamiqlə ikimiz də fikirləşdik. Dedi ki, pis olmaz da bizə elə gəlir və oxuduq.